Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməl qoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub. Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd 60 mənzilli 3 mərtəbəli, 8 ədəd 44 mənzilli 2 mərtəbəli townhouse tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84'ü sakinlər, 20'si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır. Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində məktəb, körpələr evi, uşaq bağçası və parkın yaxınlığında orta sıxlıqlı və çox funksiyalı zonada yerləşir.